Şagirdlər, deməli biz bugün üçbucaq mövzusunu işləyəcəyik və bu yeni çıxan topludandır. Video keçmədən öncə onu bildirim ki, əgər kanala abunə olsanız və like edib bəyənsəz, kanalda olan canlı yayımlardan siz də nəsiblənə biləcəksiniz. Hər birinizə uğurlar imtahanda və gələcəkdə. Başlayaq birinci sualla. 2 tərəfi 7,8 və 3,4 onun üçbucağın üçüncü tərəfinin ala biləcəyi qiymətlərini tapın deyir. Biz bildik ki, üçbucağın üçüncü tərəfi iki tərəfin cəmi ilə fərqi arasında yerləşir. Deməli, burada nə edəcəyik? 7,8-dən 3,4-ü çıxacaq və üzərinə gələsirik. Əgər sizin kəsirləri toplamaq çıxmaqla bağlı probleminiz varsa, bunu pul kimi düşünə bilərsiniz. 7 manat 80 qəpiyin üstünə 3 manat 40 qəpik gələndə nə edəcək? 11 manat 20 qəpik. 7 manat 80 qəpikdən 3 manat 40 qəpik çıxanda nə qalacaq? 4 manat 40 qəpik. Deməli, mən nə deyir? Arasında yerləşirsə ən böyük neçə ola bilər? Təbii ki, ən böyük 11 olacaq. Çünki tam ədədlərdən ən böyüyü 11 var. 2 nömrəli sualda bu tipdədir. Deməli, üçüncü tərəfi tapmaq istəyiriksə nə olur? İki tərəfin cəmi ilə fərqi arasında yerləşir. O zaman mən nə edəcəm? Təbii ki, çıxma zamanı unutmayın. Böyükdən balacanı çıxarsa, balacadan böyük çıxarsa modulda yazılır. Deməli, dedik pul kimi düşünsək daha əla ağlımızda qalacaq. 6 manat 90 qəpiyin üstünə 5 manat 70 qəpik gələndə 12 manat 60 qəpik eləcək. 6 manat 90 qəpikdən 5 manat 70 qəpik çıxanda 1 manat 20 qəpik qalır. Və salam, deyir ki, ən böyük neçə ola bilər? Təbii ki, 12 manat 60 qəpikdən öncə nə gəlir? 12 manat. Yəni cavab C variantı. Üçüncü sual deyir ki, kör bucaqlı üçbucaq ABC tərəfini müqayisə edin. Uşaqlar unutmayın, kör bucaq həmişə ən böyük sayılacaq. Deməli, burada C ən böyükdür. Sonra bucağın böyük olan tərəf böyük sayılacaq və ən kiçik də ən kiçik bucağı olan tərəfdir. Deməli, 3 də oldu hansı ona görə? B variantı. 4 də bizdə bu dəfə deyir ki, yenə kör bucaqdır. Kör bucaqdırsa, deməli, bucaqları müqayisə edin deyir bu dəfə. Onda baxırıq uşaqlar, əgər qamma kör bucaqdırsa, qamma ən böyük olacaq. Daha sonra ilk böyük tərəfin qarşısındakı bucaq böyük olacaq. Ən kiçik də ən kiçik tərəfin qarşısındakı bucaq olacaq. Cavab olacaq D variantı. Keçirik 5 nömrəli suala. Üçbucağın iki tərəfinin uzunluğu 2 və 5-dir. Üçbucağın perimetri üçün hansı münasibət doğrudur? Biz deyirik ki, öncə gəlin üçüncü tərəfin ala biləcəyi qiymətləri tapaq. Dedik 2 ilə 5-in cəmi və 2 ilə 5-in fərqi arasında. Yəni 3 ilə 7 arasında qiymət alacaq. İndi perimetri tapmaq istəyiriksə, uşaqlar nə edirik? Bax, iki tərəfin cəmi nə idi? 7. Həmən o iki tərəfin cəmini, məsələn, mənim üçbucağımdır, 5-dir, 2-dir. Deməli, iki tərəfin cəmi 7-dirsə, üçüncünü nə edəcəm? 7-ni, bax, bu tapdığım üçüncü tərəflərin hər ikisinə gələcəm. Olacaq 10 ilə 14 arasında. E variantı. 6 nömrəli sualda da yeni tipdədir. Deməli, öncə tərəfi taparıq. Tərəf cəmlə fərq arasında yerləşəcək, yəni 2 ilə 10 arası. Sonra iki tərəfin cəmini, yəni 10-u hər tərəfə gəlirik. Olacaq o zaman perimetrdə 20 ilə 12 arasında. D variantı. 7 nömrəli suala keçirik uşaqlar. Üçbucağın tərəfinin uzunluğunun nisbəti 5, 4, 3 kimidir. O zaman nə deyəcək? 5x, 4x və 3x-in cəmi 48 olmalıdır. Bu da bizə neçəni verəcək? 12x bərabərdir 48-ə, x bərabər 4-ə. Kiçik tərəfi istəyirsə 3-ü vuracaq, 4-ə cavab alacaq 12D variantı. Növbəti sualda isə deyir ki, tərəfin nisbəti 2, 3 və 4 nisbətindədir. Bu zaman yanlarını x qoyub cəmləyəndə perimetrə bərabər etməliyik. Bu da bizə neçəni verəcək? 9x bərabərdir 27, x də bərabərdir 3-ə. Onun tərəflərini tap deyirsə 2-ni vuracaqsınız 3-ə 6, 3-ü vuracaqsınız 3-ə 9, 4-ü vuracaqsınız 3-ə 12. Deməli 6, 9, 12 nisbətində olacaq. Keçək 9 nömrəli suala. İndi 9 nömrəli sual deməlidir ki, x 2 üçbucağının şərtinin ödəməlidir. AB 2-dir, BC 3-dür, AD 4-dür, CD 6-dırsa. Dedik, üçbucağın tərəfi nə olması lazımdır? İki tərəfin cəmi ilə fərqi. Yəni 2 ilə 3-ün cəmi ilə 2 ilə 3-ün fərqi arasında olmalıdır. Bu zaman olacaq 1 ilə 5 arası. 1 ilə 5 arası hansı qiymətlər var? 2, 3 və 4. Bir də aşağı üçbucaq üçün baxanda nə olmalıdır? 6 ilə 4-ün cəmi ilə 6 ilə 4-ün fərqi arası. Yəni 2 ilə 10 arası. 2 ilə 10 arası hansı qiymətlər var?
3, 4, 5, 6, 5 şəkildə gedəcək. İndi deyir ki, x-in ala biləcəyi tam qiymətlərin cəmini tapın. Hər ikisində gördük ki, 3 ilə 4 var. Deməli, x 3 ilə 4 ola bilər, cəmi də olacaq 7, y variantı. Digər 10 nömrəli sualda da baxın, eyni qaydanı tətbiq edirik. Deməli, bura 2-dir, BS 4-dür, AD 5-dir, 8-dirsə, x deyirik, 2 ilə 4-ün cəmi arasında və fərqi arasında yerləşir. Bu da olur neçə? 2 ilə 6 arasında. 2 ilə 6 arasında 3, 4, 5 var. Bir də x nə ilə nə arasında? 5 ilə 8-in cəmi ilə 5 ilə 8-in fərqi arası. Yəni 3 ilə 13 arası. Hansı ədədlər var? 4, 5, 6 belə gedəcək ta 12-yə kimi. Hər ikisində olan nə oldu? 4 ilə 5. Bizdən bunun cəmini istəyir. Cavab eləyəcək 9, B variantı. İndi 11 nömrəli suala keçirik uşaqlar. Mənə deyir ki, 11 nömrəli sualda alfa böyükdür, beta böyükdür, qamma. Dedik, böyük bucaq qarşısında böyük tərəf durur. Deməli, A böyükdür B-dən, o da böyükdür nədən? C-dən. İndi mənə deyir ki, modulda A minus C, üstəgəl modulda C minus B, mod çıxılsın modulda B minus A. Baxın uşaqlar, biz deyirik ki, ümumiyyətlə, balacadan böyük çıxırıqsa modulda, o zaman modul yerini dəyişib çıxacaq. Yəni, nə deməkdir? Modulun içi həmişə müsbət olmalıdır. Yəni, bizə müsbətlik verməlidir. Amma modulun içərisi mənfidirsə, rəqəm olanda onu, məsələn, mənfi modulda 5-i 5 kimi çıxardırıq. Hərifi olanda isə deyirik ki, yerini dəyişib çıxartmalıyıq. Yəni, nədir uşaqlar? A minus C, A ən böyükdür olduğu kimi qalacaq. Üstəgəl C minus B, C ən balacadır. Balacadan böyük çıxanda mənfi alındığı üçün yerini dəyişib çıxacaq. Çıxılsın B minus A, bu da B A-dan balaca olduğu üçün balacadan böyük çıxanda yerini dəyişib çıxacaq. Qabaqdakı mənfiyə görə B-nin işarəsi müsbətləşəcək. Deməli, burada A ilə A gedir. Geridə qalır 2B, çıxılsın 2C. 11-də cavab olacaq A variantı. Keçirik 12 nömrəli sualda bunun eynisidir. Beta böyükdür, yəni onda B daha böyükdür. Sonra alfa böyükdür, yəni A böyükdür. Sonra gamma böyükdür, yəni C böyükdür. İndi bu səfər bizə deyir ki, B-dən C-ni çıx, üstə gəl C-dən A-nı çıx, çıxılsın B-dən A-nı çıx. Burada biz nə deyəcəyik? Ən böyük B olduğu üçün B-dən çıxmalarda işarə eyni qalır. B çıx, C üstə gəl. C ən balaca olduğu üçün balacadan böyük çıxanda yerinə dəyişir. Çıxılsın. B ən böyük olduğu üçün olduğu kimi açılır, qabaqdan mənfi təsir edir. Burada C nələr? B-lər gedəcək. Geridə qalacaq 2A çıxılsın 2C. Bu da olacaq nə? B variantı 12-də. İndi keçirik 13 nömrəli suala, artıq açıq nömrəli suallara keçdik. Uşaqlar, 13-14 tipli suallarda bir şey diqqət eləyin. Modul, kvadrat kök altı fərqi yoxdur. 3-ünün cəmi 0-dan kiçik verilibsə, olan cəmi unutmayın, 0-dan kiçik olanmaz. Amma 0-a bərabər ola bilər. Deməli, A üstə gəlsin B minus 13 0 olmalıdır. B üstə gəlsin C minus 14 0 olmalıdır. A üstə gəlsin C minus 15 0 olmalıdır. Ki ifadə 0-a bərabər olsun. Buradan A ilə B-nin cəmi 13 olur. B ilə C-nin cəmi 14 olur. A ilə C-nin cəmi 15 olur. Bizdən perimetr istəyirsə, perimetr nədir? A plus B plus C-dir. Yəni, hər tərəfi toplayanda burada alınır 2A üstə gəl, 2B üstə gəl, 2C bərabərdir 13, 14, 15-in cəminə. Bu da bizə verəcək neçəni? 2-ni çıxardanda A plus B plus C bərabərdir. 13-ün üstünə 14 üstünə 15 gəldikdə 42 alınacaq. Yəni A, B, C olacaq 21. 14 nömrədə bunun kimidir uşaqlar. Deməli yazacağım ki, A üstə gəl, B çıx 11 bərabərdir 0-a. Yəni A ilə B-nin cəmi 11-dir. B plus C çıxılsın 12 bərabərdir 0-a. Deməli B ilə C-nin cəmi 12-dir. A çıxı üstə gəlsin C çıxı 13 bərabərdir 0-a. A plus C bərabərdir 13-ə. Deməli, 2A plus B plus C hamısını cəmləyəndə bərabərdir. 11 üstə gəl, 12 üstə gəl, 13-ə. Buradan 2A plus B plus C bərabər olacaq. 11-in üstünə 12 gəndə, 23 üstünə 13 gəndə 36. A plus B plus C də bərabərdir. Daha doğrusu 36, 36 edir. 36-nın yarısı olacaq neçə? 18. Deməli, perimetr 18 imiş. 15 nömrəli suala. Bərabər yanlı üçbucağın iki tərəfinə. İndi baxın uşaqlar, bərabər yanlı üçbucağın bir tərəfi 8, bir tərəfi 8, bir tərəfi 17 ola bilərmi? Dedi, iki tərəfin cəmi üçüncüdən böyük olmalıdır. 8-in 8 gəndə 16, 17-dən böyük olmur deyə olmaz. Deməli, bu olacaq 17, 17 və 8. İndi onda üçüncü tərəf nə olur? Daha doğrusu
üçüncü tərəf yox, perimetri taparıq. Perimetr neçə olacaq? 17, 17 üstəgəl 8 eləyəcək 42 B variantı. 1-ə uyğun gəldi B variantı. İkincisi, tərəfi 3, 3, 9 olanmaz. Çünki 3 ilə 3-ün cəmi 6-dır, 9-dan böyük deyil. Ona görə olacaq 9, 9, 3. 9-un üstünə 9 gələndə 18, üstünə 3 gəndə 21 C variantı ödəyir. Üçüncüsünə baxırıq. 6, 6, 14. 6-nın 6-nın cəmi 12 olduğu üçün olmaz. Deməli, nə olacaq? 14, 14 olacaq. 14, 14, 6. 14, 6 eləyəcək 34 Y variantı. Bir də oturacaq neçə oldu? 6 oldu A variantı. Belə, keçək 16 nömrəli suala. Deyir ki, bizə 16-da x-in ala biləcəyi ən böyük qiyməti tapın. Dedik ki, üçbucağın üçüncü tərəfi iki tərəfin cəminin fərqi arasında olur. Yəni, x üstə gəlsin 3, 7 ilə 10-un cəmi 7 ilə 10-un fərqi arasında yerləşəcək. Yəni, 3 ilə nə arasında yerləşəcək? 17 arasında. 3-ü digər tərəfə keçirəndə 3 çıx 3, x və 17 çıx 3 alınacaq. Yəni, 0 ilə 14 arası. Ən böyük tam qiymət neçə olacaq? Təbii ki, 13 olacaq 14-ə kimi. Digərində də eyni eləyəsik. Deməli, x üstə gəlsin 5 ilə nə arasında yerləşir? 8 ilə 10-un cəmi 18, fərqi isə 2 arasında yerləşir. 5-i bu tərəfə keçirdikdə hər tərəfdən 5-i çıxacaq. Mənfi 3, x və 13. Ən böyük tam qiymət yenə 12 olar 13-ə kimi. 18 nömrəli sualda. Üçbucağın perimetri 26-dan kiçikdir, deyir. X-in mümkün olan natural qiymətlərinin cəmini tapın. 26-dan kiçikdirsə uşaqlar. Deməli, mən yazacağım ki, x minus 1 üstəgəl 2, x üstəgəl x plus 5 kiçikdir 21-dən, 26-dan. Cəmləyəndə eləyir 4x çıx 4, üstəgəl 4 kiçikdir 26-dan. Bunu boyuna keçirəndə 4x kiçikdir 22-dən, x da kiçikdir 5,5-dən. 5,5-dən kiçik 1 var, 2 var, 3 var, 4 var və 5 var. İndi 1 olmaz. Çünki x-in yerinə 1 qoyunda tərəf 0 olur. 2 də olmayacaq. Çünki bura 1 olacaq. Bura 4 olacaq. Burada 2-nin üstünə 5 gəndə 7. Və 2 tərəfin cəmi 3-cüdən böyük olmayacaqdır. 2 də olmaz. 3-ə baxırıq. 3 olsa. 3 çıxılsın 1 eləyir bu tərəf 2. 3 2 vuranda 6. Burada 3-ün üstünə 5 gəndə 8. 2 tərəfin cəmi 3-cüyə də bərabər olmaz. Amma 4 ilə 5 şərtimizi ödəyəcək. Bizdən 4 ilə 5-in cəmini istəyir, eləyəcək 9. Keçirik növbəti 19 nömrəli suala. Bu da onun eynisidir. Perimetri deyir 21-dən kiçikdir. Deməli, perimetri cəmləsəm, x minus 1 üstəgəl 2x üstəgəl x plus 4 kiçikdir 21-dən. Bu da eləyəcək 4x üstəgəl 3 kiçikdir 21-dən. 4x kiçikdir 3-ü 10-a keçirəndə 21-dən 3 çıxacaq. 18-dən x də kiçikdir 4,4-dən. İndi x 4 onda 5-dən kiçikdirsə hansı ədədlər ola bilər? 1, 2, 3 və 4. 1 olamaz çünki tərəf 0 olur onda. 2 olamaz çünki 2 tərəfin cəmi 3-cüyə bərabər olur. Bəs 3 ola bilərmi? 3-ü qoyanda 3 çıxılsın 1 eləyir 2. 2-ni 3-ə vuranda 6. 3-ün üstünə 4 gəndə 7. 2 tərəfin cəmi 8, 3-cüdən böyükdür. 3 ilə 4 şərtimizi ödəyəcək. Bizə də deyir ki, 3 ilə 4-ün cəmini tap. Cavab eləyəcək 7. İndi 20 nömrəli sualda. Eni sabit uzunluqda düz xəttli su kanalı bir tərəfində AB nöqtəsindən 2 gözətçi məntəqəsi, digər tərəfdə C nöqtəsində gözətçi məntəqəsi mövcuddur. A və C arasındakı məsafə 20-dir. Deməli, bura 20-dir. Sonra B və C arasındakı məsafə 24-dür. Bura 24-dür. AB məntəqəsi arasındakı ala biləcəyi tam ədədin ən böyük qiymətini istəyirsə, üçbucağın iki tərəfi ikisinin cəmi ilə fərqi arasında yerləşirdi qaydasından gedəcəyik. Deməli, bu da olacaq 4 ilə nə arasında yerləşir? 44. Ən kiçik neçə ala bilər deyir. AB məsafəsinin ən böyük qiymətini hesablayın. İndi 20-24 gəndə 44 ilə 4 arası oldu deyir. Olacaq neçə? Ən böyük 43. Digər də bunun kimidir. Deməli, bir tərəf 30-dur, bir tərəf 26-dır, üçüncü tərəf istəyirsə, x olacaq 56 ilə 4 arasında. Və salam, ən böyük neçə olacaq? 55. Keçək 22 və 23 və bunlar sonunculardır uşaqlar. 22-də nə deyir? ABC üçbucağında AB 8-dir, BC 14-dür və B bucağı böyükdür A bucağından.
Deməli, B bucağını da o zaman B bucağının tərəfindəki AC tərəfi böyük olacaq 8-dən. AC tərəfini ala biləcək ən böyük və ən kiçik tam qiymətinin cəmini tapın. Deməli, üçüncü tərəf, yəni AC tərəfi nə ala bilər? Digər ikisinin cəmi ilə fərqi arasında qiymət alacaq. Fərqi 6 eləyir, cəmi isə 22 eləyir. 6 ilə 22 arasında 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 var və 21. İndi ən kiçiyi normalda 21 ən böyüyüdür, ən kiçiyi 7 orada. Amma bizim şərtimiz var, x 8-dən kiçik olmaz. Ona görə cavab ən kiçik nə ola bilər? 9 və salam. İndi bizdən nə istəyir? Və bir şey diqqətli olun. B-si 14-dür və B bucağı ABC 3 bucağında. B bucağı A-dan böyükdür. Amma B bucağı A bucağından böyükdür deyir. Yəni şeydən böyük demir, AB tərəfindən böyükdür demir. Yəni 14-dən üzr istəyirəm, 14-dən böyük oranda. 14-dən böyük olsa biz burada ən kiçik 15 verə bilərik. Və salam 21-dən 15-in cəmini bu yəni 36-nı istəyir. Digərinə də baxın diqqətlə. Bura 7-dir, bura 15-dir. B bucağı A bucağından böyükdür. Deməli onda AC böyükdür 15-dən. Və salam üçüncü tərəf nə ilə nə arasında ala bilər? 23-nə, 22 ilə, digər fərqi isə eləcək 8 arasında. O zaman ədəd hardan başlayacaq? 9-dan ta 21-ə kimi. Amma 15-dən böyüyü götürməliyik. Deməli 15-dən kiçikləri çıxanda ən balaca 16 ola bilər, ən böyük də 21. Cəmi olacaq 37 dənə. Belə uşaqlar ikinci və digər mövzuların izahına baxmaq istəyirsinizsə kanala abunə olmağı və like etməyi unutmayın. Həm də dediyim kimi canlı dərslərdən istifadə edə bilərsiniz. Bu canlı dərslər tamamilə ödənişsizdir. İstədiyiniz vaxt suallarınızı da yönləndirə bilərsiniz.